Güc. Sürət gücü idi. Sonra gəldik nəyə müəllim? Bütün hər iki qabiliyyətlərin bərabər inkişafı. Fiziki nə? Gözüm çıxdı. Fiziki kamillik. Fiziki kamillikdir. Fizioloji hərəkətlərinə görə, fizioloji əlamətlərinə görə hərəkətlər neçə qrupa bölünürdü? 4 qrupa. 4 hansıları? Maksimal, orta şiddət, böyük şiddətli, orta şiddətli. Aha, 20 saniyə ərzində icra olunan hərəkətlər nə adlanır? Bunlar maksimal. Aha, hər hansı bir hadisənin mahiyyətin qanuna uyğunluğunu dərk etmək, başa düşmək nədir? Diqqət, Düşün, şuur. düşüncə. İnsan dayandıqda və hərəkət etdiyi zaman bədən vəziyyəti olan nədir? Dayaq. Qamət. Qamət. Qamət idi müəllim. Sonra xüsusi hərəkətlər dərsin hansı hissəsində istifadə olunurdu? Xüsusi hərəkətlər hazırlayıcı. Hazırlayıcı hissədə istifadə olunurdu. Yaxşı. Şagird dərsdə verilən oyunların təşkilinin müxtəlifliyi. Variasiya. Gözüm çıxdı ay Allah. Variasiya. İnansız kompüterdə gözümü kör eləyib mənim. Bədənin vaxt və fəzada yer dəyişməsi ya. Hərəkət. Hərəkət olurdu, hərəkət olurdu. Şuurun hər hansı bir obyektdə cəmləşməsi bayaq dedim nədir? Bir obyektdə. Diqqət. Diqqət idi. Formaları hansıları idi? Ay Allah. İradi, qeyri. İradi. Qıcıqlandırıcı təsir yaradan nədir? İradidir, qeyri-iradi. O qeyri-iradi. İnsanda məqsəd yönlü fəaliyyət təşkil edən, düşüncə təşkil edən iradidir, qeyri-iradi. Məqsəd yönlü iradi. İradidir. Təşəkkürlər anam.